Salam, dünən hekayədə paylaşılmış 45 nömrəli sualın izahına baxaq. F qüvvə vektorunun modulunu hesablayın. Bizə müəyyən bucaq altında bir F qüvvəsi verilibdir və bizdən bu F qüvvəsini istəyir. Gəlin biz daha rahat olsun deyə F qüvvəsini toplananlarına ayıraq. Deməli, şaquli istiqamətində F qüvvəsinin 1 Fy sinüs alfa toplananı var və üfüqi istiqamətində F qüvvəsinin Fx kosinüs alfa toplananı var. İndi bizdə F qüvvəsinin x ox üzrə proyeksiyası nəyə bərabərdir? Baxın, burada eyni şəkildə bax, bu xəttin uzunluğudur. Buradan bura qədər onun uzunluğudur. Bu F qüvvəsinin x ox üzrə proyeksiyasıdır. Onu bizə fikir verir. Şəkildə 0-dan 24 aralığına verib. Yəni 24 olaraq veribdir. O zaman biz buradan birbaşa Fx kosinüs alfa bərabərdir 24 olaraq yaza bilərik. Çünki bunun proyeksiyasını ilə bizə burada bu xəttin uzunluğudur. O xəttin uzunluğu da x oxu boyunca 24 olaraq verilibdir. İndi gəlin qiymətini yerinə qoyaraq hesablayaq. Deməli, f vurulsun. Kosinüs alfanı bizə 0,6 veribdir. Vurulsun 0,6 bərabərdir 24-ə. Buradan biz f-i tapsaq, f bərabərdir 24 bölünsün 0,6-ya. Daha rahat olsun deyə hər tərəfi 10-a vursaq, 240 bölünsün 6-dan, o da bərabərdir 40 Newton. Cavab edir Y variantı. İzlədiyiniz üçün təşəkkürlər.